Siz kabinetimi çəkib göstərəcəm. Bəziləri deyir ki, fabrikdə gəlir yoxdur. Mən göstərəcəm sizə ki, mən nə qədər gəlir götürmüşəm. İndiyə qədər göstərməmişdim, amma indi göstərəcəm. Baxın, adım, soyadım, kodum, şəxsi kabinet. Baxın, mənim fabriklə gəlirim 25.907 manat gəlir götürmüşəm indiyə qədər fabrikdən. Əvvəlki kodumdan danışmıram, hal-hazırdakı kodumdan danışıram. Və mənim hesabatım. Bura baxaq. Hesabatlar. Marketinq üzrə hesabatlar. Məsləhətçinin şəxsi hesabı. Bax. Baxın, neçə kataloq 19%də olmuşam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 kataloq 19%də olmuşam. 12%də olmuşam, 15də olmuşam, 19-a qalxmışam, təzədən 12-yə düşmüşəm, 15, 15, 12, 15, nəsə. Qalxmışam da, düşmüşəm də. Yəni, heç kəs deyə bilməz ki, mən elə pastayını qalxa-qalxa getmişəm. Qalxmışam da, düşmüşəm də, amma zaman vermişəm özümə. Nə olsun ki, düşmüşəm. Və götürdüyüm gəlirlər, mənim 19%-də götürdüyüm gəlir, baxın, 302 manat, 314 manat, 408 manat, 319 manat. Mən nəyə görə bu gəlir götürmüşəm? İndi mənim 19%-də məsləhətçilərim var ki, yəni bu gəliri götürmür. Ona görə ki, mənim 19%-də 3 dənə qolum var idi. Ona görə götürmüşəm. Və 23% direktor. 1, 2, 3, 4, 5, 6, 7, 8. Keçən kataloq təsdiqləmişəm. Görürsünüz, yazılıb bura direktor. 8 dəfə. 8 dəfə təsdiqləyəndən sonra direktor adını almışam. Yəni, təsdiqlənmiş direktor. Bu açıq rütbədə olubdu. Bu isə təsdiqlənmiş. Və mənim gəlirim 485 manat mənim 21 gündən bir olan gəlirimdir. 1500 manat isə mənim premiyamdır. Toplam 1985 manat gəlir götürmüşəm. Yəni, bir xanım üçün bu gözəl bir nəticədir. Hər birinizə qismət olsun.